Yaşlılara fikir vermirsən heç? Bunların davranışlarına, tez inciməkləri, nəyisə bəyənməməkləri. Bəli, bu demək olar ki, hər kəsin bildiyi bir şeydir. İnsan müəyyən bir yaş dövrünü keçəndən sonra uşaq kimi davranmağa başlayır. Bunun da bir çox səbəbləri var. Qısa şəkildə deyə bilərik ki, insan nə qədər ki böyüsə də, amma onun qayğı və diqqətə olan ehtiyacı heç vaxt azalmır. Hər zaman çalışır ki, kiminsə diqqətində olsun, kimsə onun qayğısını çəksin. Yəni bu insan təbiətində var. Əsasən də fikir vermişəm yaşlılara. Bunlar söz deyəndə, belə deyim də, aqressiya ilə insan cavab verirlər. Bəs bu nədən ola bilər? Bunun da səbəbləri çoxdur. Onlar keçmişdəki həyatları ilə bəzən barışmırlar. Baş verən hadisələrlə razılaşmırlar. Buna görə də aqressiyalı görsənirlər. Hər şeyə əsəbi yanaşırlar. Sanki bunlar keçmişdəki olan şeylərin əsəbini bizdən çıxırmış kimi. Biz yenə də çalışmalıyıq ki, evin böyüsü olduqları üçün daim onların hörmətini saxlayaq, ədəb və nəzakətlə danışaq. Onlar nə qədər bizə qarşı aqressiyalı cavab versələr də, mütləq şəkildə yadda saxlamaq lazımdır ki, onların qəlbində bizim məhəbbətimiz həddən artıq çoxdur.